Salam dostlar, xoş gördük sizləri. Bu dəfə Binance proqramında necə pulunuzu 1.70-ə satıb nağdlaşdıra bilərsiniz onu göstərəcəm. Hal-hazırda 1.68, 1.67-dir. Yəni satışı çox ucuzdur da. O sərf eləmir. Necə etmək olar onu sizə göstərəcəm. Zəhmət olmasa sona qədər baxın və öyrənin. Daxil olduğunuz hesabınıza baxın, belə bir ekran açıldı hesabınızda. Gəlirsiniz əsas ekran sözünə aşağıda. Sonra 3 xəttə gəlirsiniz. Sonra buradan gəlirsiniz P2, P-yə. Baxın, mən sizə bu alışdı. İndi satışı göstərirəm sizə. Satışlara baxın. 1.60, 1.68, üzə aşağı getdikcə 1.67 olur, 1.66 olur. Necə edirsiniz? Gəldiniz bura. Burada baxın reklam sözü var. Reklam sözünə vurursunuz. Reklam yayınla sözü var. Onun üzərindən vurursunuz. Deməli belə bir ekran açıldı. Gəlirsiniz, bizə satış lazımdır. Gəlirik satış yerinə, baxın burada. Burada yox, buradan satış yerinə gəlirik. Burada Bitcoin əvəzinə seçirik dolları, USD. Buranı AZN eləyirik. Azərbaycan manatı. Sabit sözü qalır. 1.69-u üstə gəl vururuq, 1.70 edirik. İstəsəniz siz satın 1.72, nə bilim neçə, indi baxırdı vəziyyətə. 1.70 stabil. Sonra növbəti sözünə vururuq. Deməli burada necə eləyirik? Baxın, burada məbləğ yazmalıyıq. Düzdür mü? Göz hamısını vururam, azdır məbləğim. Gəlirəm burada plus yerinə. Burada transfer sözünə vururam. Burada hamısı sözünə vurub spotdan maliyyələşdirmə yerinə göndərirəm də, yəni belə deyim. Hamısını maksimum təsdiq edib vururam. Və transfer təsdiq edildi. Hamısına vurdum. Baxın 10 dollar gəldi bura. Sonra aşağı gəlirik və bizə nə lazımdır? Ödəniş əlavə etmək. Yəni bank kartı ya M10 üzərindən vururam belə. Burada məsələn bank kartımı da əlavə edirəm, M10-umu da əlavə edirəm. İkisini də əlavə edirəm. Bir də rabitə bank əlavə etmək olur. Sadəcə o məndə yoxdur. 15 dəqiqə. Yəni kimdə məsələn vaxt yoxdursa 1-2 saatda qoya bilər. Yəni ödənişi təsdiqləməyə müştəriyə. Ya da 15 dəqiqə qoyursunuz. 15 dəqiqə daha yaxşı ki, tez alırlar. Sonra növbəti sözünə vururam. Burada məsələn nə istəsəz əlavə sözlər yaza bilərsiniz. Məsələn mən yazmışam ki, burada avtomatik cavabda ki, bəs çekin şəklini göndərin. Bəs belə bir söz yazmışdım, reklam bayaq satdım elə. Yəni nə istəsəz yaza bilərsiniz. Burada heç nə etmirsiniz. Gəldiniz nə belə. Gördünüz ki, bura hazır. Sonra ön baxışa vururuq. Baxın görürsüz, deməli 1.70-ə satıram. O deməli burada hamısı hazırdır, hər şey hazırdır. Kapital kartım, M10-um hamısı burada hazır görürsünüz. Sonra post sözünə vururam. Və sadəcə indi bu məndə ucuzdur, azdır, yəni daha doğrusu məndə reklam getməyə bilər. Baxın, yəni əsl hazırdır. Mən məsələn 30 manat satdım burada. Hazırdır sözünə vururam. Burada baxın göstərir. Görürsüz? Burada hazır aktivdir. Bəlkə şimdi mənim mesaj gələcək ki, bir nəfər almaq istəyir. Həqiqətən də çox yaxşıdır, gözəldir, belə rahat şəkildə sata bilərsiniz. Bazardan görə sizə məlumat verdim. Kim də nəyisə bilməsə, yəni təkrar baxsın, öyrənəcək. Çox yaxşıdır. Binance-da belə 1.70-ə, 1.71-lə sata bilərsiniz. Bu qədər dostlar, nəyisə bilməsəniz, deyin, kömək eləməyə hazıram.